Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Dəyərli izləyicilərimiz hər zaman olduğu kimi yenə də Xırdalandayıq ideal evlərin çəkilişi və satışı ilə məşğuluq. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədə nömrə var. Nömrə ilə əlaqə saxlayın. Bir dənə videonun axırına kimi baxın, görün hardayıq və necə ev sizlərə çıxartmışıq satışa. Dəyərli izləyicilərimiz 8 nömrəli məktəb Xırdalanda. Bu 1. 2. Milyonerlər məhəlləsi bu 2. Bütün market iaşə obyektlərinə yaxın bir məsafədə, bu da 3. İdeal sonuncu 4-cü ev budur. Paket kupça, ipotekaya yararlı bütün əşyalarıyla birlikdə dəyərli izləyicilərimiz evimiz satılır. Geniş bir şəkildə həyətyanı sahəsi var. Həyətinə sərbəst şəkildə bir dənə avtomobil daxil etmək mümkündür. Hələ burada cincilim də bitib. Cincilim də əkmək üçün yer qoyulub, gül çiçək əkmək üçün yerlərimiz var. İstilik sistemi kombidir, gözəl bir naves yığılıb, yerlənəcəyinə kimi dəyərli izləyicilərimiz hər bir şey var. 2 mərtəbə 6 ədəd otaqdır. 2 ailəyə, qardaş bacıya qismət olunası evdir. Yıxılarsan ehtiyatlı ol. Demək, 6 otaqlıdır, 2 mərtəbədir. Evimizin üst fasadı ilə tanış olduq. Ən əsası isə evimiz kamera nəzarəti altındadır. Yəni kamera sistemi ilə mülkümüz izlənilir. Mərkəzi giriş qapısıdır. Həyətyanı sahə metlaq daşlarla örtülüdür. Yerdən kürsülüdür. Cüt daşla inşa edilib. 4 bir tərəfdən cüt daş. Fundament, beton karkas, mərtəbələr arası isə monolit betondur. Gəl evin içi ilə də tanış olaq. Bütün pəncərələrinin qarşısı dəmir barmaqlıqlarla örtülüdür. Ən əsası 2 ailəyə qismət olmasıdır. Yəni 2 qardaş bacı, nə bilim bacı qardaş, 2 bacı, 2 qardaş. Gəl. Demək, dəyərli izləyicilərimiz, bismillah, xoş gördük. Evimizin mətbəx sahəsidir. Mətbəx studiya olunub. Yəni buradan otağın biri, bax görürsünüz, buradan otağın birinin arası açılıb, mətbəx studiya eləyib ev yiyəsi, ev sahibi. Bütün əşyalar qalır, dəyərli izləyicilərimiz. Keçək digər yataq otağı ilə də tanış olaq. Dediniz ki, uşaq yataq otağı, ümumilikdə hər mərtəbədə 3 yataq otağı var. Yataq otağı və sanitar qovşaq. Paket kupça ipotekaya yararlı, qiymət isə 140.000 manatdır. 140.000 manat. Dəyərli izləyicilərimiz, sürpriz dolu bir evdir. Gəl, biraz yavaş danışırıq. Evin içərisində uşaq yatdığına görə bütün əşyalar verilir. Körpə uşaqdan başqa. Uşağı götürüb aparacaqlar. Yəni, deyim biləsiniz. Yataq otaqlarından biri uşaq ayılmamış çıxaq aradan. Ayıldı, gəl. Qoymadı uşaq yatsın. Keçək 2-ci mərtəbə ilə də tanış olaq. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər dəmir reşotkalarla örtülüdür, dəyərli izləyicilərimiz. Bir dənə 2-ci mərtəbənin zəhmət olmasa buradan göstər, dəyərli qardaşım. Gördüyünüz bütün əşyaların hamısı 2-ci mərtəbədə, 1-ci mərtəbədə hamısı qalacaq. Həyətyanı sahə. Qalxaq 2-ci mərtəbə ilə də tanış olaq. Dəyərli izləyicilərimiz, 2-ci mərtəbədəyik. Durduğum bu yer monolit betondur. Düz pilləkənə kimi. 2-ci mərtəbəyə qalxan pilləkənlər bu hissə ilə bir yerdə monolit betondur. Evimiz isə 4 bir tərəfdən cüt daşdır. Beton karkası kəmərinə kimi hamısı da atılıb. Gəl operator qardaş, 2-ci mərtəbə ilə də tanış olaq. 2 qardaşa, 2 ailəyə qismət olası 2 mərtəbə, 6 otaqlı evimiz paket kupçalı, ipotekaya yararlı, qiymət isə ideal bir qiymətə çıxarılıb. 140.000 manata. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Bismillah eləyək 2-ci mərtəbə ilə də tanış olaq. Dəyərli izləyicilərimiz, gördüyünüz 1-ci mərtəbənin proyekti, eyni proyekt 2-ci mərtəbədədir. 1-ci mərtəbədə bu ara kəsmə açılmışdı. Studiya mətbəx eləmişdilər. 2-ci mərtəbədə isə ara kəsmə açılmayıb. Mətbəxi, bütün əşyaları mətbəxin içərisində qalır. Qiymət 140.000 manat təşkil edir. Yataq otağı, 1-ci yataq otağı. Bir daha qeyd edirəm, bütün əşyalar evimizin içərisində qalır. Qazı, suyu, işığı var, kombisi var, istilik sistemi kombidir. 2-ci yataq otağı və sanitar qovşaq. Hər mərtəbənin də ayrı-ayrılıqda sanitar qovşağı mövcuddur və aksesuarların hamısı
bahalısı ilə təmin edilib dəyərli izləyicilərimiz. Səhifədə nömrə var, nömrə ilə əlaqə saxlayın. İstər Masazır, istər Xırdalan ərazisində hər büdcəyə uyğun evlərimiz var. İkinci mərtəbənin qonaq otağındayıq. Dəyərli izləyicilərimiz, videonun başlanğıcında qeyd etmişdim ki, evimiz video nəzarətlə çəkilişi mümkündür. Yəni kamera nəzarəti evimizin içərisində var. Gələn videolarda görüşənədək sağ olun.